Barmeni gördüm, barmana yaxınlaşdım. Baxıram, barıl kontrol edirəm. Bir tequila butulkası var, üstü Passat'da. Artıq butulkaya baxanda, şüşəyə baxanda hiss edirsən ki, bu əsrlərdən qalıb. Baxdım, dedi tequila da içirsən. Dedim, hə, tequila sevirəm içməyə, amma indi yoxsun. Nəysə, bir müddət sonra özü gördüm ki, şatla qoydu barın üstünü. İç sən. Mən də dedim, okey, içərəm də bir iş, əvvəli yorğun olasın. Duzunu çəkdim, içdim, limonu qəbul edirsən ki, o alkoqol boğazı yandıranda, hiss edəndə yumşaldırsın. Gördüm ki, heç buna ehtiyac yoxdur. Baxdım belə ki, bu nədir? Dedi, tequila. Dedim, maraqlıdır. Mən dedim, Azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam. Biz vodkanı içənisi qarışdırıb içmirik. Onlar vodkanı heç vaxt sək içməzlər. Vişnə soku, kola və portağala qarışdırıb içirlər. Ona görə heç vodkanı tam olaraq hiss eləyib içmirlər ya da ki, alkoqol dərəcəsini tutmurlar. Sadəcə onun həzzini yaşayırlar. Dedim, okey, üstündən bir müddət keçdi, ambara girməliyik restoranın ki, oradan içki götürək. Adam dedi ki, gəl gedək. Vodka butulkasını da götürdü, tequila butulkasını da götürdü. Bu su şeylər var, boşqalar damacına binirlər. Pompa ilə ikisi də eyni yerdən doldurur. Baxıram, bu nədir belə? Deyir, özümüz düzəlmişik orada, etil spirtlə, suyla. Dedim, bəs sən ikisinə də eyni şey doldurursan axıda, nə əlaqə? Vodka, etil, su qarışığı. Tequila isə 100% blue agavadan distil olunmuş içkidir. Deyir, yox, deyir, onsuz da biz onu duzla, limonla verəndə tequila oluruq. Portağalla verəndə vodka. Yaxşı. Və oradakı bütün qonaqlar da xoşbəxt.